Qışın sükunətindəki işıq Azərbaycanın soyuq qış günlərinin əbədi sükutuna büründüyü min illərin sirlərini özündə daşıyan Qarabağ adlı kiçik bir kənd var idi. Bu kənd qışın soyuq nəfəsi ilə dondurulmuş, lakin ürəklərdə əbədi ümid və sevgi daşıyan, qədim ənənələrin və nəsillərin öyrətdiyi hikmətin dərin izlərini qoruyurdu. Hər səhər qarlı dağların zirvələrindən süzülən günəş şüaları kəndin dar daşlı küçələrini altın rəngə boyayır. Hər axşam isə ulduzlu səmanın altında sanki zamanın özü dondurulmuş anların sədasını eşidirdi. Kəndin sakinləri nəsildən nəsilə ötürülən adət-ənənələrə, atalarının hikmətli sözlərinə və ömür boyu yaşadıkları təcrübələrə sadiq idilər. Onlar üçün qış yalnız soyuq havadan ibarət deyildi, o, həm də keçmişin xatirələrini, gələcəyin ümidlərini və insan ruhunun dərinliyində gizlənmiş səmimi arzuları təcəssüm etdirirdi. Belə bir qış günündə kəndin ürəyində yaşayan, həm zəhmətkeş, həm də səmimi bir insan olan Əli bəy, qışın soyuq küləklərinə və dondurulmuş yollarına baxaraq keçmişin və gələcəyin dərslərini düşünürdü. Əli bəy, kəndin hörmətli insanlarından biri, uzun illərin zəhmətini, sevincini və kədərini yaşamış, Tolstoyun romanlarında canlanan qəhrəmanlar kimi insanlara yol göstərən bir öndər idi. O, uşaqlığından bəri həyatın ən böyük zəfəri, çətin anlarda öz qəlbindəki işığı tapmaq və onu ətrafındakılara da yaymaqdır, deyə atalarından eşitmişdi. Həmin sözlər, qarlı günlərin sükunətindən onun ürəyində dərin bir iz buraxmışdı. Kəndin dar küçələrindən qarlı daşların üzərində ayaq izləri qalıb gedərkən, hər kəs öz həyatının hekayəsini yazırdı. Kəndin gəncləri qışın sərt soyuğuna baxmayaraq öz aralarında gülümsəyir, köhnə ənənələri yad edərək, atalarının öyrətdiyi dəyərləri unutmadan yaşamağa çalışırdılar. O günlərdə hər kəsin qəlbində həm ümid, həm də biraz kədər vardı, çünki qış yalnız təbiətin soyuq bir fəsli deyildi, o, eyni zamanda insanın ruhunun, ömrünün, sevinclərinin və kədərinin dərinliyini göstərən bir pəncərə idi. Bir gün kəndin kənarında yerləşən geniş çay sahilindən qarlı meşələrin arasında gənc Zaur öz içindəki arzulara və gələcək ümidlərinə doğru bir səyahətə çıxmağa qərar verdi. Zaur, uşaqlığından bəri qışın sərtliyinin, lakin eyni zamanda onun gətirdiyi sükunəti, sakitliyi və dərin düşüncələri sevir, hər qarlı səhəri öz həyatının yeni başlanğıcı kimi qarşılayırdı. O, atası Rasim bəyin öyrətdiyi kimi, hər birimiz qışın soyuğunda belə içimizdə isti bir işıq daşıyırıq. O işıq, həyatın əsl mənasını, sevgi və mərhəməti təcəssüm etdirir, deyə düşünürdü. Zaur, qarlı yollarda addımlayarkən, hər addımında torpağın qoxusunu, ağacların səsi və küləyin pıçıldadığı hekayələri hiss edirdi. Qarlı çəmənliklərdə və dondurulmuş axınlarda, sanki keçmişin və gələcəyin bir araya gəldiyini, hər şeyin bir-birinə bağlı olduğunu düşünürdü. O, kəndin yaşlılarından eşitdiyi, qışda hər şey donur, lakin insanın içindəki ümid heç vaxt donmur, sözlərini xatırlayırdı. Bu düşüncə Zaurun qəlbində dərin bir təsir yaradır, onu daha da irəliyə, həyatın mənasını tapmağa sövq edirdi. Zaurun səyahəti ona yalnız təbiətin gözəlliklərini deyil, həm də insan ruhunun dərinliyində gizlənmiş sirlərini göstərdi. O, meşələrin dərinliyindən, qarlı yolların kənarından, bəzən köhnə divarlara, bəzən də uzun illərin izlərini daşıyan kəllələrə rast gəldi. Hər bir belə kəşf ona keçmişin ağır xatirələrinin, atalarının yaşadıkları, sevinclə və kədərlə qarışıq hekayələri xatırladırdı. Zaur, həyatın hər bir anın öz içində bir dərs daşıyır, hər kədər, hər sevinç, sənin öz qəlbindəki işığın daha da parlaq olmasına səbəb olur, deyə düşünürdü. Bir axşam, günəşin dondurulmuş ufqda batarkən, Zaur kəndin mərkəzində toplanan insanlarla bir araya gəldi. O, qarlı meydanda hər kəsin səmimi baxışlarında həm sevinç, həm də kədərin qarışıq izlərini gördü. O gün kəndin hörmətli şəxsiyyətlərindən olan mərhəmətli Leyla xanım və atası Rasim bəy də orada idi. Zaur, biz bu soyuq qış günlərində belə içimizdəki isti işığı, ümidin və sevginin parıltısını itirməməliyik. Qış yalnız təbiətin bir fəsli deyil, o, həm də bizim qəlbimizdəki səmimi arzuların, dərin xatirələrin və gələcəyin ümidinin təcəssümüdür, deyə böyük bir söz söylədi. Onun səmimi və dərin sözləri kəndin hər küncündə yaşayan insanların qəlbində yeni bir ümid işığı yandırdı. Leyla xanım, Zaurun sözlərinə cavab olaraq, hər birimiz qışın soyuğu qarşısında içimizdə bir isti alov daşıyırıq. Bu alov, sevgi, mərhəmət və inamdır. Qışın çətinlikləri bizi sınasa da, unutmayaq ki, bizim içimizdəki işıq hər zaman parıldamağa davam edəcək, deyərək bütün toplananlara ilham verdi. Kənddəki insanlar, Zaurun və Leyla xanımın sözlərindən, həmçinin atalarının və əcdadlarının öyrətdiyi dəyərlərdən ilham alaraq, qışın çətin günlərində bir-birinə daha çox dəstək olmağa başladılar.
Hər kəs öz həyatında hər bir qarlı səhərdə, dondurulmuş axınlarda, qarlı meşələrdə içindəki ümid və sevgi işığını tapmağa çalışırdı. Kəndin dar küçələrində gəzən insanlar qarlı daşların üzərindəki ayaq izləri ilə keçmişin və gələcəyin sirlərini bir-birinə bağlayır, sanki hər kəs bir ümid şeirinin bir misrasını yazırdı. Zaurun səyahəti davam edərkən o, qışın ən sərt soyuğuna baxmayaraq, içindəki səmimi işığın və ümidin gücünü dərk etdi. O, həyat yalnız isti yay günlərindən ibarət deyil, hər bir qarlı səhər, hər bir dondurulmuş an sənin öz içindəki gücü, sevgi və mərhəməti ortaya qoymaq üçün bir fürsətdir, deyərək kəndin gənclərinə yol göstərdi. Onun sözləri Tolstoyun romanlarında təsvir olunan insan təcrübəsinin genişliyi və dərinliyi kimi hər kəsin qəlbində əbədi iz buraxdı. Kənd Qarabağ artıq təkcə coğrafi bir məkan kimi qalmadı, o, insanların qəlbində yaşayan, keçmişin ağır izlərini, gələcəyin parlaq ümidini və səmimi sevgini birləşdirən müqəddəs bir məkan oldu. Hər kəs qışın soyuq anlarında belə içindəki isti işığı taparaq, sevgi və mərhəmətlə bir-birinə dəstək oldu. Hər axşam ulduzların altında, qarlı meydanda toplanan insanlar bir-birlərinə həyatın acı şirin anlarını, keçmişin dərslərini və gələcəyin ümidini anlatır. Sanki hər kəs öz içində bir qələbə qazandığını hiss edirdi. Zaman keçdikcə qış yavaş-yavaş yerini bahara buraxsa da, qışın sükunətindəki işıq adlı bu nağıl, kəndin hər küncündə, hər qəlbdə əbədi iz buraxdı. İnsanlar hər dəfə qarlı bir səhər oyananda öz içlərindəki ümid və sevgi işığını yenidən tapır, atalarının öyrətdiyi dəyərləri yad edir, hər çətinliyin öhdəsindən gəlmək üçün bir araya gəlirdilər. Bu nağıl Tolstoyun geniş və dərindən təsvir etdiyi insan təcrübələrinin, qəlbin səmimi işığının və əbədi ümidin birləşdiyi epik bir dastana çevrildi. Kəndin hər bir sakini həyatın dərinliyində sevgi və mərhəmətin əsl mənasını tapdıqca öz içində yeni bir qələbə qazandı. Hər kəs biz birlikdə qələbə çalırıq deyən öz qəlbində parlayan o işığı gələcəyin ümidinə çevirirdi. Beləliklə, qələbənin işığı da deyil, qışın sükunətindəki işıq adlı bu dastan Azərbaycan torpaqlarının zəngin mədəni irsini, kəndin səmimi ənənələrini və insan qəlbinin dərinliyində daşıdığı ümid və sevgi işığını nəsillərə ötürdü. Hər kəs qarlı günlərin sükutunda, hər dondurulmuş anın içində öz içindəki o isti alovu tapdı və həyatın əsl mənasını, sevgi, mərhəmət və səmimi inamı yaşamağa davam etdi.